Hamını salamlayıram. Excel-də sənəd çapı ilə bağlı dərslərimiz davam edir. Bəzən sənədlərin tərtib edilməsində razrıv stranic komandası köməyə gəlir. Bu komanda səhifəyə kəşfə xətləri əlavə edir. O hissəyə ki, buradan yeni çap səhifəsi başlayır. Səhifələrin kəsişməsində. Səhifələrin kəsişməsindən o vaxt istifadə edirik ki, cədvəli səhifənin əvvəlində və ya bir neçə səhifədə yerləşdirmək istəyirik. Keçirik çap 1-4 vərəqlə. Ctrl F2 düymələrini sıxırıq. Çapdan öncəki baxış pəncərəsində cədvəlləri nəzərdən keçirdirik. Cədvəlləri nəzər yetirərkən görürük ki, misal üçün 3-cü cədvəlin bir qismi 1-ci səhifədə, bir qismi 2-ci səhifədə çap edilir. 4-cü cədvəlində bir qismi 2-ci səhifədə, bir qismi 3-cü səhifədə çap edilir. Biz istəyirik ki, 3-cü və 4-cü cədvəllərin hər birini müstəqil səhifədə çap edək. Bunun üçün biz 3-cü cədvəldən öncə səhifəyə kəşfə xətti əlavə etməliyik. Yəni, razrıv stranic əlavə etməliyik. Səhifələrin kəşfə xətlərinin işləmə prinsipi, deməli, sahələrin bərkidilməsi aləti ilə eynidir. Qeyd edilmiş xanaya nəzərən. Deməli, sol və yuxarı hissəyə kəşfə xətləri, yəni razrıv stranic əlavə edilmiş olacaq. Bu halda səhifə 4 hissəyə bölünür. Bizə isə səhifəni 4 yox, 2 hissəyə bölmək lazımdır. Qaydırıq, Escape düyməsini sıxırıq. Sənədimizə qaydırıq. Bu əməliyyatı yerinə yetirmək üçün biz səhifəni 4 yox, 2 hissəyə bölmək istəyiriksə, deməli, sətir qeyd edilməlidir. Bunun üçün bizim halda 43-cü sətir bütöv şəkildə qeyd edilir. Bildiyimiz kimi bu sətrə nəzərən yuxarı hissəyə kəşfə xətti əlavə ediləcək. Keçirik razmetka straniца vkladkasına, parametr straniца qrupundan razrıv alət üzərində mousun sol düyməsi sıxılır. Siyahıdan Vstavit razrıv straniца seçilir. Bu zaman punktir xətt əmələ gəlir. Ctrl F2 düymələrini sıxırıq. Sənədə nəzər yetiririk və 3-cü cədvəlin bütövlükdə 2-ci səhifəyə sürüşdürüldüyünü görürük. Yəni, istədiyimiz nəticə 3-cü cədvəl üçün əldə edildi. İndi isə bizə lazımdır ki, 4-cü cədvəldən öncə kəşfə xətti əlavə edək ki, o bütövlükdə 3-cü səhifəyə yerləşdirilsin. Escape düyməsini sıxırıq. 3-cü cədvəldən öncə cədvəl başlığı 78-ci sətirdə yerləşir. Qeyd edirik 78-ci sətri. Parametr straniцы, razrывы, вставить разрыв страницы. Ctrl F2 düymələrini sıxırıq. Əmin olmaq üçün və istədiyimiz nəticənin əldə edildiyinə əmin oluruq. Məsələn, gəlin vərəqə 5 kəşfə xətti əlavə eləyək. Məsələn, deməli, sənədə 5 kəşfə xətti əlavə etmişik. Biz istəyirik ki, 4-cü kəşfə xəttini ləğv edək. Deməli, bunun üçün 4-cü kəşfə xəttindən sonraki sətir qeyd edilir və yaxud xana qeyd edilir. Keçirik razmetka straniца vkladkasına, parametr straniца qrupundan razrıv straniца aləti üzərində mousun sol düyməsi sıxılır. Siyahıdan udalить razrıv straniца seçilir və 4-cü kəşfə xətti ləğv edilmiş olur. Vərəqdə yaratdığımız bütün kəşfə xəttlərini ləğv etmək üçün yenidən keçilir. Razrıv straniца, razrıv alətin üzərində mousun sol düyməsi sıxılır. Siyahıdan Sbros razrıv straniца sətri seçilir. Vərəqi kəşfə xəttləri vasitəsilə 4 hissəyə necə bölmək olar? Bunu nəzərdən keçirmək üçün keçirik bu vərəqə.
Ctrl F2 düymələrini sıxırıq. Çapdan öncəki baxış rejiminə keçirik. Görürük ki, 3-cü və 4-cü cədvəllər səhifəyə yerləşmir. Bu halda vərəq 4 yerə bölünməlidir. Escape düyməsini sıxırıq. Sənədə qayıdırıq. Biz bir qədər öncə dedik ki, qeyd edilmiş xanaya nəzərən sol və yuxarı hissəyə kəsişmə xətləri əlavə edilir. Deməli, bizim halda F19 xanası qeyd edilir. Bu xanaya nəzərən sol və yuxarı hissəyə kəsişmə xətləri əlavə edilmiş olacaq. Razrывы, вставить разрыв страницы, Ctrl F2 düymələrini sıxırıq və hər bir cədvəl müstəqil səhifədə yerləşdirilmiş olur. Cədvəllərə nəzər yetirərkən görürük ki, misal üçün 4-cü cədvəl bir qədər sağa doğru sürüşüb. Bunu sənədə keçirik və 4-cü cədvəli bir qədər sola doğru sürüşdürürük. Ctrl F2 düymələrini sıxırıq və istədiyimiz nəticənin əldə olduğunu aydın şəkildə görürük. Escape düyməsini sıxırıq. Keçirik çap 1-2 vərəqinə. Davam edirik. Podloşka aləti yalnız bizim ekranda görəcəyimiz şəkildə Excel vərəqinə fon verir. Vərəqin fonu üçün şirkətin loqotipi və ya tekstur istifadə edilə bilər. 2007-ci, 2010-cu versiyalarda podloşka aləti seçildikdə açılacaq pəncərədə dərhal bizə deməli şəkil seçilməsi təklif olunacaq. Kompüterdə olan şəkillərdən hər hansı birini seçirik mausun sol düyməsi ilə. Vstavit düyməsini sıxırıq. Və bizim seçdiyimiz şəkil Excel vərəqinin fonu olaraq təyin olunur. Podloşkanı ləğv etmək üçün parametr stranitsa qrupunda Udalit fon düyməsini sıxırıq. Excel vərəqinə təyin etdiyimiz fon, yəni podloşka ləğv edilmiş olur. İndi isə gəlin cədvəl başlıqlarının çap edilmə xüsusiyyətləri ilə tanış olaq. Bunun üçün keçirik çap 1-3 vərəqinə. Ctrl F2 düymələrini sıxırıq. Çapdan öncə sənədi nəzərdən keçiririk. Görürük ki, cədvəl 15 səhifəyə yerləşdirilib və cədvəl başlığı yalnız birinci səhifədə çap ediləcək. Cədvəllərin çap edilmə qaydasına əsasən cədvəl başlığı hər səhifədə çap edilməlidir ki, məlumatların başa düşülməsi asan olsun. Cədvəl başlığının hər yeni səhifədə çap edilməsi üçün sənədə geri qayıdırıq, Escape düyməsini sıxırıq. Razmetka stranitsa vkladkasında parametr stranitsa qrupundan Pечатать заголовки üzərinə mausun sol düyməsi sıxılır. Bizə parametr stranitsa səhifəsinin list vkladkası açılır. Печатать на каждой странице qrupunda skvazные строки, skvazные stolpçu sətirləri mövcuddur. Skvazные строки sətrində biz hər vərəqdə çap ediləcək sətirləri qeyd edirik. Skvazные stolpçu sətrində isə biz hər səhifədə çap ediləcək sütunları qeyd edirik. Bizim cədvəl başlıqları bir sətirdə yerləşdiyindən biz skvazные строки sətrini seçməliyik. Bunun üçün mausun sol düyməsi bu boşluq daxilində sıxılır. Bu zaman kursor belə bir görkəm alır. Qeyd edirik həmin sətri ki, hansını biz bütün səhifələrdə çap etmək istəyirik. Biz bu pəncərədən birbaşa prosmotr düyməsini sıxmaqla nəticəyə baxa bilərik. Vərəqləyirik sənədi və cədvəl başlığının hər səhifədə çap ediləcəyinə əmin oluruq.
Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.